20 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı. Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 20 kiloqram 486 qram marixuana və elektron tərəzi aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, narkotiklər sosial şəbəkə üzərindən əlaqə saxladığı şəxsiyyəti araşdırılan İran vətəndaşının vasitəsilə əldə olunub və paytaxt ərazisində gizlədilib. Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. İranlının kuryeriyəm. O mənə hər mal atdıqca deyir ki, apar falan yerlərə qoy, matisketinlə. Mən aparıb qoymuşam 25 kilo yaxın marixuana. Onun üçün konum fikir eləmişəm.